Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bu günümü sizinlə paylaşmaq istədim. Günün birinci yarısında universitetə gedirik, semestrin son dərsinə. Digər yarısında isə rayona gedirik və istədim bu günü sizin üçün vloqluyum. Təbii ki, günə ilk makiyajla başlayıram. Makiyajımı edirəm, üzümü nəmləndirirəm, makiyajımı edirəm. Dudağımı nəmləndirdim. Şimdi Faberlic'in bu nemlendiricisi süper bir şeydi. Aslında ben bunu sinif alışma düşünmə makiyaj sabitləyici olaraq bilib alıb. Amma mən oxudum ki, bu nemləndiricidir. Çox dudağımı nemləndirdim. Şimdi Faberlic'in bu nemlendiricisi süper bir şeydi. Aslında ben bunu sinif alışma düşünmə makiyaj sabitləyici olaraq bilib alıb. Amma mən oxudum ki, bu nemləndiricidir. Çox deməli, mənim son vaxtlar Tanani üzümdə pütür-pütür qalırdı. Mən də deyirdim ki, ola bilsin bədənimlə əlaqədardır da. Ona görə düzdür, biraz yani insan təbii ki, o görüntü xoş olmur axı. Pütür-pütür dayanırdı, özüm də iğrənirdim də. Sonra bunu makiyaj sponjunun üstünə vurdum. Dedim, qoy belə yoxlayım. Dünən inanırsınız, makiyajımı axşam təmizləmişəm. Daha artıq saat 12'ye işləyirdi. Makiyaj yüzümdə o qədər gözəl qalmışdı ki, yəni möhtəşəmdir. Bunu yenə nəmləndirdim. Mənə bu rənglə gözümün üstünü rəngini değişəcəm sadəcə. Hazırlaşmağa davam eləyirəm. Səhər bu gün dərsim 9:35-də idi. O dərsə getmədim. Hədiyyə almışdım 2 müəllimimə. Çox sağ olsunlar. Bu il mənə çox dəstək oldular, kömək oldular. Şirin bir təşəkkür olaraq tort bişirtdirdim bütün kafedra müəllimlərimizə. İkisinə isə aksesuar dəstə alıb aparmışdım. İnarsız o qədər başım qarışdı ki, aksesuarları falan heç birini çəkmədim də. Onları da maraqlı olardı çəkib paylaşsaydım. Tortu da aparıb kafedraya verəndə yenə də çəkmədim. Çünki istər-istəməz adam narahat olur. Ona görə çəkmədim. Çəkə bilmədim daha doğrusu. Və apardım, verdim. Bu jestimi çox bəyəndilər. Professorumuz, kafedra müdürümüz bizə dərs deyir. O da çox bəyəndi mənim bu elədiyimi. Təbii ki, nə qədər narazılıq, yəni dedilər ki, gərək yox idi, bu bizim borcumuzdur falan desələr də, onlara mənə qatdıqları çox şey var. Bu semestr ümumiyyətlə mənə çox şey öyrəndim. Ona görə kiçik bir təşəkkür hədiyyəsi idi. Saçımı burmuşam. Baxın, necə qəşəngdir. Çox qəşəngdir də. Bayıldım. Bir taxım. Əynimi geyindim. Belə. Geyindim. Saçım da ki, yəni bu belə də qalacaq. Heç özümlə broşka da götürməyəcəm ki, saçımı yığmayayım. Çünki çox qəşəngdir. Aldığım bu dəstin sepini taxıyorum. Çok qəşəngdir. Ətirlənək.
Belə Coco Chanel'in açqını da taxdım. Özümə kofe hazır. Sözügedən tort budur. Bizim professorumuz, kafedra müdürümüz kakaolu şokoladlı tortlar sevmir deyə ona özel olaraq belə qaymaqlı, içi də ağ biskvitli tort hazırlatdırdım. Üzərinə də belə mənalı, çox gözəl bir söz yazdırdım. Aksesuarlar da bunlardır. Bu üç aksesuarı qəşəng paketləyib hədiyyə üçün verdim. Deməli, hədiyyələri belə yığdım hərəsini öz paketinə. Bu xalasının gəlini üçündür. İndi bu baldızımın hədiyyəsidir, uşaqdır hələ. Belə qəşəng bir qeyd dəftəridir, yüz maskasıdır, əl kremi, belə bir yumurta və saç üçün broşka. Bu oğlan uşağının hədiyyəsidir. Jack London'un belə hekayələr kitabıdır. Bir dənə şirniyyat qoymuşam, buna əlavələrim olacaq təbii ki də. Bu isə gəlinin hədiyyəsidir. Belə üz maskası, qaş üçün daraq, Faberlikin ətri, belə bir daraq, əl kremi, dodaq balmı və yumurta, sürpriz yumurta. Bunlar bu qədər. Keçən indi paltarlarımı yığım. Artıq çıxırıq. Bunu götürəcəm. Bunların hamısını belə bir paketə qoydum ki, bunları sabah gedəcəyimiz yerdə verəcəm. Ona görə belə bir paketə qoydum. Bu mələyimindir. Qırılıb onun rüzgar gülü. Ona görə yenisini aldım. Aparım. Dəyişim onu. Deməli belə, bu bacımın çantasıdır. İndi burada əşyalar var, yəqin ki olacaq. Bu da mənim çantamdır. Belə, aparaq bunları qoyaq maşına. Artıq çıxırıq. Bu necə havadır? Biz rayona gedəcəkdik. Volkanıya dolu yağır, yoldaşım atıb. Biz buzovnada qalırıq. Allah, həyatımızı bizim o leysanlarda belə su tutmuyor be. Buna baxalım. Əslində bulud yox deyə göydə, yəni açıqlıqdır. Sözcə niyə belədir? Of. Və yağış kəsdi. Artıq çıxırıq.
şəfi geyinmişəm. Çünki rayonda gedəndə rahat olmağa üstünlük verirəm. Çox da hər dəfə bir yerə getdiyimiz üçün də hər dəfə də ayaqqabı açıb bağlamaqla məşğul olmaq istəmirəm. Ona görə rahat şəfi geyinirəm. Yolumuz aslında qısadır. Səlyana gedirik. Çalışıram yolda maska falan eləyim. Oraya istidir deyə dərim qurumasın. A few moments later. Və gəlib çatdıq, yemək yeyib, çay içib, yatdıq, gecə idi deyə. İzlədiyiniz üçün təşəkkürlər, like etməyi unutmayın.